Gürcüstanda hüquq mühafizə orqanları qanuni oğrular dünyası ilə əlaqədar şübhəli bilinən 44 nəfəri saxlayıb, daha 6 nəfərə isə qiyabi ittiham irəli sürüləcək. Bu barədə Daxili İşlər Nazirinin müavini Aleksandr Daraxverici brifinqdə məlumat verib. İstintaq nəticəsində müəyyən olunub ki, təqsirləndirilən şəxslər oğru söhbətlər təşkil edir, oğru qərarlar çıxarır və bu yolla vətəndaşlar arasında maliyyə mübahisələrini həll edərək pul tələb edirdilər. Onlar qanuni oğru Mamka Şubtidze ilə əlaqə saxlayaraq onun vasitəsilə qərarlar verilməsinə nail olur, ödəniş etməyən şəxsləri isə zorakılıq və ya ölümlə hədələyirdilər. Bundan əlavə şübhəlilər Tiflis və Qaxet bölgələrində yaşayan, gələcəkdə pul qoparmaq mümkün olan şəxslər barədə məlumatları qanuni oğruya ötürürdülər. Keçirilən əməliyyat zamanı avtomobil, odlu silahlar, döyüş sursatı, mobil telefonlar və kompüter texnikası maddi sübut kimi götürülüb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə davam edir və saxlanılan şəxsləri 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. დაკავებული ხართ ქურდული სამყაროს საქმიანობის